İradə İsayeva, postnatal və prenatal psixoloqdur. 100% səbəbsiz sonsuzluqların altında yatan səbəb psixoloji səbəbdir. Bunun da adı var. Elmi adı psixosomatikadır. Şuurumuzla şuur altımız ziddiyyətlər təşkil elədiyi məqamlar ola bilər. Dilim deyə bilər ki, mən övlad istəyirəm. Mən belə ağlaya bilərəm. Saatlar açıq ki, mən övlad istəyirəm. Amma mənim şuur altımda elə bir səbəb yata bilər ki, mən onu hətta dilimə ala bilməkdən də qorxaram. Mən bu mühitə uşaq dünyaya gətirmək istəmirəm. Gəlin bu atalardan da danışaq. Yalnız qadının şuuraltısı qərar verir ana olmaqla bağlı, yoxsa kişinin də şuuraltısı qərar qadınlarla olmuyor? kişilər də bərabərdir. Mən həmişə deyirəm ki, qadınların məsuliyyəti olduğu qədər kişilərin də məsuliyyəti var. Çünki hər kişi atalıq məsuliyyətini dərk eləmir. Öz xatirinə də hətta biz oturub yaxın rəfiqəmizdən soruşa bilərik ki, bir şey var, amma onun şuuraltısına çox pis təsir eləyə bilər. Polikistozlar, mən qadın olmaqdan qorxuram. Məndə kişilik testosteron daha artır. Daha çox kişilik olmaq, kişi hormonlarım daha çox ordur və kişi olmağı daha çox seçirəm. Yəni deyiblər ki, mən çox gərgin idim, 3 il, 5 il müalicə elədim. Axırda başımı buraxdım ki, Allahın ümidinə nə vaxt olur. Həmin ay və yaxud həmin ay sonraki aylar mütləq qalırsan. Nə zaman ki, sən artıq o vəzmi boş buraxırsan. Cinsiyyət, uşağın cinsiyyətini qəbul etməyi də bizim şuuraltımız seçir. Bəli, onu da şuuraltımız. Məsələn, ola bilərmi ki, ata oğlanı istəyir, ana isə qız uşağı istəyir və ana orqanizmi oğlan hüceyrəni qəbul etmir. Salam, xoş gördük əziz izləyicilərimiz. Bizi izləyirsinizsə, demək ki, Sevinclə Danış YouTube kanalındasınız. Bugün bizim çox maraqlı həmsöhbətimiz və gözəl bir qonağımız var. İradə İsayeva. İradə xanım postnatal və prenatal psixoloqdur və bu sahə üzrə Azərbaycanda yeganə mütəxəssisdir. Hətta biri deyə deməyəcəm, yeganə mütəxəssisdir. Postnatal və prenatal psixologiya nədir? Gəlin İradə xanım bir balaca bizə açıqlama versin. İradə xanım, dinləyirik sizi. Nədir postnatal və prenatal psixologiya və bugün Azərbaycanda, ümumiyyətlə dünyada psixologiyanın bu istiqamətinin önəmi nədən ibarətdir? Bundan başlayaq söhbətimizə. Buyurun. Salamlayıram sizi. Deməli, postnatal, prenatal psixologiya dünyada kifayət qədər tanınan psixologiyanın bir sahəsidir. Bu sahə nə ilə məşğuldur? Bu sahə sırf hamiləliyi düşünən, hamiləliyi planlaşdıran xanımlar, hamilə olan xanımlar və artıq ana olmuş analarla işləyən bir sahədir. Nəinki burada qadınlar, həm də kişilər nəzərdə tutulur. Hansı kişilər? Məsəl üçün, səbəbsiz sonsuzluqdan, evli olub, övladı olmayan ata namizədlərində bu psixoloqa müraciət eləyə bilərlər. Demək olar ki, bəzi Avropa ölkələri artıq psixologiyanın bu sahəsini paket kimi hamilə xanımlara sunur. Yəni həmin hamilə xanım 20 həftəliyindən həkimə müraciət eləyəndə biz necə dövlət qeydiyyatına düşürük, oradan raport alırıq. Orada artıq bu xidmətdən də yararlana bilirsiniz. Psixoloq bu xidmətin içindədir. 20 həftəlikdən sizi doğuşa kimi aparır və hətta doğuşdan sonra 4 həftəyədək. Çox təəssüflər olsun ki, Azərbaycanda bu təcrübə hələ ki yaşanmayıb. 1-2 klinika belə deyək, yeni sınaq kimi denəmək qərarına gəlib. İndi hələ ki yeni başlayırlar və Azərbaycanda belə deyək, psixoloqlar çoxdur, kifayət qədərdir. Lakin bu dar çərçivədə görə bu sahədə çox az, deyərdim elə yeganə mütəxəssislərdənəm ki, sırf bu sahə ilə məşğulam və işim hamilə və zahı qadınlarladır. Aha, demək ki, prenatal və postnatal psixologiya müraciət edən ana ola bilməyən və ya ata ola bilməyən qadın və kişilərə aiddir. Ana hamilə qadınlara aiddir. Onları terapiya edir, belə və ya sağaldır mental olaraq. Bir də zahılıq dövründə depressiya yaşayan analara aiddir. Məsəl üçün mən heç xatırlamıram ki, ətrafımda sonsuzluq diaqnozuna görə o psixoloqa getsin. Postnatal depressiya deyirik də, doğumdan sonraki depressiyaya görə hardasa olub belə eşitmişəm ki, psixoloqa müraciət eləyib. Amma dediyim kimi sonsuzluq məqsədi ilə gedən, yəni bu məqsədlə yaxınlaşan psixoloqa görməmişəm. Yəni Azərbaycanda necə qəbul olunur ümumiyyətlə prenatal və postnatal psixologiya? Biz axı biraz bilirik ki, hamiləlikdir də, ona xas olan xüsusiyyətdir. Qadın tez-tez ağlayırsa,
tutalım ki və ya Hormonlar. doğuşdan sonra biraz belə depressiya yaşayırsa, əşi olan şeydir, keçəcək deyirik. Yəni nə qədər bizim biraz mental olaraq qəbul eləyə bilirik? Çox təəssüf ki, Azərbaycanda belə deyil, elə bir məşhur sahə deyil, elə bir tanınan sahə deyil. Və pasiyentlərin 70% ya doğuş qorxusu olanlardır və yaxud da ana olub analıq depressiyandan əziyyət çəkənlər xanımlardır. Məsəl üçün mənim təcrübəmdə çox az belə deyək sayla, o da əgər ginekoloq şəxsən özü yönləndiribsə, sonsuz analarım olub. Amma belə ümumi hansısa bir məsəl üçün sonsuzluqdan əziyyət çəkən bir xanım qapını döysün, öz istəyi ilə gəlsin ki, mən niyə ana ola bilmirəm? Belə bir fakt deyərdim ki, yoxdur. O da mənə elə gəlir ki, hamısı maariflənməklə əlaqədardır. Çünki bizimkilər düşünürlər ki, zaten məsəl üçün əgər mən sonsuzluqdan əziyyət çəkirəmsə, mənim bir problemim varsa, mən bu problemi sağaltmaq üçün kifayət qədər pul xərcləyirəm. Ekoya müraciət edirəmsə, kifayət qədər pul çıxır. Psixoloq artıq xərc kimi baxırlar onlar və hər şey də burdan başlayır. Başa düşmürlər ki, sən reproduktiv orqanlarını müalicə elətdirə bilərsən, bəs beynin əsas sənin cavabdeh olan funksiya. İnsan fiziki olaraq hər şeyə hazır ola bilər, bəs ruhsal olaraq gərək burada bilirsiniz, bədənlə ruh eyni tərəzidə olsun və eyni dalğada olsunlar ki, yeni bir övlad sənin bədənin üçün yad cisim sayılır. Sənin bədəninlə ruhun eyni dalğada olsa, o yad cismi qəbul eləyəcək, itələməyəcək. Amma yox, ruh tamam başqa dalğada, bədən də başqa dalğadadırsa, yad cismi daima itələyəcək, yad cismi heç qəbul eləməyəcək özünə. Həmişə mənə maraqlıdır bu səbəbsiz sonsuzluğun arxasında psixoloji faktor yatır. Yəni həkimə gedir, doğrudan da həkim heç bir səbəb tapmır. İllərlə müalicə olunurlar. Bakı şəhərində, tutalım şəhərin bütün klinikalarındakı bütün ginekoloqları gəzirlər, hətta ekoya da baş vururlar. Yenə də hamiləlik baş tutmur. Halbuki bu əslində bizim şuuraltımızda yatan bir səbəb imiş. Yəni necə bunun izahını vermək olar? Mən sizə deyərdim ki, 100% səbəbsiz sonsuzluqların altında yatan səbəb psixoloji səbəbdir. Bunun da adı var. Elmi adı psixosomatikadır. Psixosomatikadır nədir? Əksər ölkələrdə artıq psixosomatikanı qəbul ediblər. Həkimlər belə deyirlər ki, xəstəliklərin 70%-nin altında psixosomatika yatır. Çünki psixosomatika stresslə bağlı olan, düşüncələrlə bağlı olan şuur altını açan bir elmdir. Məsəl üçün adi bir nüans deyim. Siz hirslənəndə mədənizdən ağrı hiss edirsinizmi ki, mədəm ağrıyır. Niyə? Anidən hirsləndim, ürəyim sancır və yaxud da baş ağrısı, miqren. Nəyə görədir? Həddən artıq beyin yüklənir, həddən artıq informasiya var. Belə ağrılar nəyə görə? Həmişə özünü dik saxlamaq istəyən cəmiyyət çiyin ağrıları. Yüklənmişəm, artıq o qədər yüküm var ki, daşıya bilmirəm. Bunların hamısının altında müəyyən səbəblər var ki, biz onları müalicə eləməkdə başlamalıyıq və sonra artıq təbii ki, tibbi göstər, belində qrijası varsa biz demirik, yox, bunun altında mütləq psixosomatikadır, get bunu müalicə elətdir. Yəni əgər tibb bunu göstərmirsə və səbəb tapa bilmirsə ki, bu xəstəliyin altında nə yatır, bunu bilin ki, onun altında psixoloji düşüncələr yatır. Demək ki, qadının bədənini çox vaxt onun şuuru deyil, şuuraltısı idarə eləyir. Bəli. Yəni bu mexanizm necə işləyir? Əslində bilirsiniz necədir? Deyə bilmərik ki, bizi ümumiyyətlə şuuraltı idarə edir. Çünki bizi şuuraltı idarə etsə, biz olduğumuz kimi görsənə bilmərik. Çünki bizim bir super egomuz var, o bizi tənzimləyir ki, harda necə davranmalıyıq. Amma bəzən şuurumuzla şuuraltımız ziddiyyətlər təşkil elədiyi məqamlar ola bilər. Dilim deyə bilər ki, mən övlad istəyirəm, mən belə ağlaya bilərəm, saatlar alacaq ki, mən övlad istəyirəm. Amma mənim şuur altımda elə bir səbəb yata bilər ki, mən onu hətta dilimə ala bilməkdən də qorxaram. Biz o qorxunu çıxardana qədər 4-5 seansa ancaq artıq qorxur dilinə gətirir ki, əslində mənim qorxum budur. Və görürsən ki, bir neçə səbəb ola bilər ki, o qorxu ona imkan verməsin ki, uşaq dünyaya gətirsin. Belə olduğu halda xanımın özünün qorxularından xəbəri olur, yoxsa ki, özünün xəbəri olmamış kimi aparır, özünə qəbul etmək istəmir və ya dilə gətirmək istəmir. Ümumiyyətlə xəbərləri yoxdur belə ki, mənim qorxum var. Çünki onun dili istəyir, axı beyni istəyir. Məsəl üçün belə bir hekayə deyim ki, yoldaş xəyanət eləyir, yeni ailədirlər, 2 ildirlər. Məsəl üçün tanışlıq yolu ilə ailə qurublar və qadın düşünür ki, mənim övladım olsa bu ailə bərkiyəcək. Yoldaşım evə bağlanacaq, biz bir ailə olacağıq.
olmayacağıq. Beyin bunu düşünür, dil bunu deyir, amma şuur altısına enməyə qorxur. Və yaxud da heç dərk eləmir ki, əslində şuur altında nədir? Əslində şuur altısına enəndə nədir? Başa düşürsən ki, həqiqətənmi bu uşaq bu ailəni qoruyacaq? Bəlkə mən uşaq dünyaya gətirdim, 1 yaşında ayrıldım. Bəlkə bu ata evdən çıxdı, getdi. Mən tək qaldım, tək ana oldum, tək böyütdüm övladımı. Bu qorxunu üzə çıxardanda artıq qadın başa düşür ki, həqiqətən bu kişidən övlad istəyir, yoxsa yalnızca ailəni qorumaq naminə bu hərəkət eləyir. Onları özü qərar verəndən sonra artıq seçimini eləyir. Ya ayrılır vaxtında, ya da ki, övlad dünyaya gətirib o ailəni saxlamağın başqa yolunu düşünür. İradə xanım, amma çox ailələr var ki, onlar heç uşaq düşünmürlər və ya çox problemli, yəni münasibət yaşayır. Qadın ailədə ümumiyyətlə problem görür, ailənin digər üzvləri ilə, həyat yoldaşı ilə və münasibətləri gərgin olur. Amma belə ailələrdə də gözlənilməz uşaqlar dünyaya gəlir. Halbuki bəs bu paradoksu necə anlayaq? Bilirsiniz, o qədər elə paradokslar olur ki, onda da yenə şuur altı. Çünki biz belə deyək, hər insan öz məntiqi cəhətdən hər şeyə baxır, öz prizmasından baxır. Məsəl üçün mənim prizmamda bir uşaq böyütməyin bu qədər xərci var, bir uşaq böyütməyin bu qədər mənəvi əziyyəti və mənəvi yükü var. Amma siz o cürə baxa bilmərsiniz. Sizin cəhətdən siz baxsanız deyirsiniz ki, uşaq böyütmək nədir ki? Mən yediyimdən yeyəcək, mən geyindiyimdən geyinəcək, böyüyəcək. Yəni baxış bucaqları var. Mənim şuur altımda uşaq böyütməyin çətinlikləri bunlardır, amma sənin şuur altında uşaq böyütməyin elə də çətinlikləri yoxdur və sən düşünə bilərsən ki, qoy uşağım olsun, mən böyüyəndə mən tək olmayım, mənə baxsın. Ola bilər ki, bu ailə heç olmasın, gələcəyi belə olmasın, amma ən azından uşaq mənə qalacaq. Yəni şuur altınız tamam başqa istiqamətdə çalışır və bizə qərar verdirən, bizim bədənimizi yönəldən məhz o şuur altımızdır. Onu üzə çıxardıb, onu rəndələyib, onu işləyəndə biz artıq qərar alırıq ki, biz əslində nə istəyirik. Bəs hansı fikirlər və hansı düşüncələr qadını ana olmaqdan məhrum edir? Bunun bir çox səbəbləri var. Ən birinci hətta kökdən başlasaq, məsəl üçün qız uşağı üçün ən faciəli belə deyək, qorxulardan biri ata ilə olan münasibətidir. Əgər ata uşaqlıqda ona şiddət göstəribsə, ana ilə münasibətləri çox pis olubsa, birincisi qadın düşünür ki, mənim dünyaya gətirəcəyim övlad da bu mühitdəmi böyüyəcək? Məndəmi ona belə analıq göstərəcəm? Mənimdəmi yoldaşım belə olacaq? Yəni bu mühit qorxulu mühitdir. Mən bu mühitə uşaq dünyaya gətirmək istəmirəm. Birinci əsas səbəblər uşaqlıq qorxularından biri bu ola bilər. İkinci qorxu yoldaşla arasında soyuqluq ola bilər. Ola bilər yoldaş xəyanəti var. Ola bilər yoldaşın maddi vəziyyəti var ki, düşünür ki, bu atalıq yetərincə atalıq eləyə bilməyəcək, yetərincə uşağımızı böyüdə bilməyəcək və yaxud da atanın, yoldaşın atalıq məsuliyyəti yoxdur. Qorxur ki, bu atalığı necə dərk eləyə biləcək yoldaşla olan münasibətləri. Digər səbəblər ola bilər ki, qaynana ilə qaynata ilə bir evdə qalır və onları cəzalandırmaq istəyir. Dili əslində deyir ki, mən ana olmaq istəyirəm, amma bir növ o qədər üstünə gəlinir ki, onları cəzalandırır və bədən hamilə qalmaq istəmir. Digər yük ola bilər ki, qadının çox gözəl, uğurlu karyerası var. Əslində ailə qrubu övlad istəyir, amma şuur altısı deyir ki, övlad səni bir müddət karyerandan ayıracaq və karyerandan bu qədər, məsəl üçün 6 aylıq ayrılıq sənin nüfuzuna ciddi zərər gətirə bilər. Ona görə ana istəmir ki, övlad sahibi olsun və belə bir sıra səbəblər vardır ki, anaya mane olur. Yəni də paradoks. Bəzən demək ki, qadın nə qədər ciddiyə alırsa, yəni ana olmağı, hamiləliyi, onun gələcəyini, hamilə qalmaq o qədər çətinləşir onun üçün. Nə qədər bu məsələyə rahat, yüngül baxarsa, bir o qədər asanlaşır demək ki. Yenə də bizim şuuraltımız bizim yerimizdə qərar verir. Gəlin bu atalardan da danışaq. Yalnız qadının şuuraltısı qərar verir ana olmaqla bağlı, yoxsa kişinin də şuuraltısı bu qədər olmuyor? Qadınlarla kişilər də bərabərdir. Mən həmişə deyirəm ki, qadınların məsuliyyəti olduğu qədər kişilərin də məsuliyyəti var. Çünki hər kişi atalıq məsuliyyətini dərk eləmir. Ola bilər ki, mən sizə deyim ki, kişi indiyə kimi məsəl üçün bir neçə xanımla əlaqədə olsun və həmin xanım da bundan hamilə qalsın, sonra gedib tələf elətdirsin və yaxud da dünyaya gətirsin. Amma kişi atalıq məsuliyyətini dərk eləmədən, belə deyək, onları
törüyür də. Amma nə zaman ki o dərk eləyir ki, artıq bu mənim ailəmdir və bu xanımdan dünyaya gələn uşağın bütün məsuliyyəti mənim üstümdə olacaq, atalıq məsuliyyəti. O zaman kişinin də belə deyək, ürətim hormonları artıq dayanır, iflic olur və beyin sanki düşünür, sən buna hazırsanmı? Nə zaman hazır olacaq? O zaman da həmin hormonlar yenidən qaydaya düşür, işə düşür. Demək ki, məsəl üçün əvvəllər elə ənənəvi tibbdə də qadın ana ola bilməyəndə yalnız qadını həkimə aparırdılar. Qadını müalicə eləyirdilər. Adətən ata olmaq istəyən o kişilər getmirdi həkimə. Sonradan isə artıq bir balaca dəyişdi. Artıq qadınla yanaşı o kişilər də gedirlər həkimə yoxlanış eləyirlər. Və demək ki, burada necə ki paralel, bərabər məsuliyyət daşıyır həm ananın, həm atanın sağlamlığı, eyni zamanda psixoloji olaraq da, yəni şuuraltılar da bərabər olaraq razılıq verməlidir. Deyək ki, biri razılıq verir, birinin şuuraltısı, digərinin şuuraltısı əgər buna hələ hazır deyilsə, bu baş vermir. Demək ki, hər ikisinin şuuraltısı, yəni bu ana valideyn olmaq üçün hazır olmalıdır. Bəli. Məsələn, biz bu gün bu sağlamlıq mərkəzlərinə və ya ümumiyyətlə bu eko mərkəzlərinə baxsaq, orada çox uzun növbələr görə bilərik, çox saylı xəstələr görə bilərik. İndi problemi olanlar da var, yəqin ki, tibbi göstərişi olanlar da var, amma bildiyim qədərilə səbəbsiz olaraq da, yəni sonsuzluqdan əziyyət çəkib bura müraciət edənlər var. Və belə olduqda heç o eko deyirik, o da cavab vermir. Yəni 5, 6, 7, 8 ekodan keçənlər var və hətta mən bir qonağım olmuşdu, o eko üzrə mütəxəssis. O deyirdi ki, yəni biz bu prosesi hazırlayırıq. Amma tutub tutmayacağını biz bunu Allaha həvalə edirik. Çünki biz heç bir məsuliyyət daşımırıq sonrakı mərhələdə. Yəni doğrudan da mı? Yəni bu həkimlər bəs özləri də əgər bunu qəbul eləyirsə, bəs onlar necə psixoloqlarla, sizin kimi prenatal və postnatal psixoloqlara heç müraciət eləyirlər ki, məsələn, mən bir xəstəm var, mən 6-7 dəfə ona eko etmişəm və ya mən adi bir ginekoloqam, xəstəmi müalicə eləyirəm, hər iki pasiyentim, yəni hər şey qaydasındadır, amma tutmur ki, övlad sahibi ola bilmirlər. Bax, həkimlər özü sizə inanırmı? Yəni ümumiyyətlə həkimlər özləri bunu qəbul eləyirlərmi? Biraz bu haqqda danışaq. Həkimlə sizin o ortaq belə münasibətiniz, o müalicəyə ortaq baxışınız. Çox sevindirici haldır ki, Azərbaycanda sözünü demiş, tanınmış 2-3 eko həkimlər tanıyıram ki, mütəxəssislər tanıyıram ki, bəli, onların komandasında psixoloq işləyir. Yəni psixoloq sırf onların komandasının tərkibindədir və o hətta yumurtaları götürəndə belə, qoyanda belə əvvəlcədən sona qədər psixoloq həmin xəstə ilə, pasiyentlə işləyir və sonda o sevindirici xəbəri verəndə də, üzündürücü xəbəri verəndə də psixoloq onlara verir, həkim vermir. Bu çox sevindirici haldır. Bu artıq həkimin peşəkarlığının belə deyək, göstəricisidir ki, bəli, həkim artıq bilir ki, pasiyentə necə yanaşmaq lazımdır. Çox təəssüflər olsun, belə bir halda var ki, bəzi həkimlər ümumiyyətlə psixoloqun varlığını qəbul eləmək istəmirlər. Sanki nüfuza xələl gəlmiş kimi. Sanki mənimlə kimsə, mənim yanımda kiminsə adı çəkilməsin. Bəzi ginekoloqlar var, inandırım sizi, hətta pasiyent belə, yəni bilinir ki, tam bu pasiyentin psixoloqa ehtiyacı var. Amma psixoloqa yönləndirməyə utanırmı deyim, yoxsa çəkinirmi? Nəyə görə qorxur? Ola bilər psixoloq sənin əlindən pasiyent alsın. Yəni psixoloq sənin əlindən niyə pasiyent alsın ki? Psixoloq əməliyyat eləyə bilmir, doğuzdura bilmir. Psixoloq yalnız onun beyni ilə işləyəcək. Reproduktiv orqandan bizim işimiz yoxdur. Amma bəzi ginekoloqlar ondan qorxurlar ki, pasiyent əldən çıxdı və yaxud da psixoloq öz həkimini məsləhət görə bilər mənim pasiyentimə. Bax, bu kimi söhbətlər psixoloqla ginekoloq arasında biraz gərginlik yaradır. Amma hansı ginekoloqlar ki, bizə əl uzadır və məsəl üçün vaginizm xəstəmiz var ki, 4-5 dənə sizə misal gətirə bilərəm ki, həm ginekoloq, həm psixoloq bir yerdə çalışır və çox gözəl, çox tez müddətə nəticələr əldə olunub. Olubmu ki, sizin təcrübənizdə səbəbsiz sonsuzluqdan əziyyət çəkiblər, seansdan sonra artıq hamilə qalıb?
Sizə bir belə deyək, hekayə danışım. Bir qadın vardı. Deməli, bu 2 ildir qaynana-qaynata ilə bir evdə yaşayır və gedirlər. Oğlanda da heç bir problem yoxdur, qızda da heç bir problem yoxdur. Çox güclü sevgi ilə sevib ailə qruplar bir-birlərini və bunların yeganə amacı evlənən gündən bəri ata olmaq istəklər. Ata-ana, valideyn olmaq istəyirlər. Və danışırsan, həqiqətən görürsən ki, qızda heç bir problem yoxdur, şuur altında heç bir problem, analığa tam hazırdır, uşaq sevən bir xanımdır, eyni ilə də yoldaşı. Və belə bir çox bir xırda məsləhət gördüm ki, siz evlərinizi ayırın, ayrı evə köçün. Və sadəcə olaraq burada nə təzyiq var idi? Yeni gəlindir və daima qaynana tərəfindən, qaynananın bacıları tərəfindən və yaxud da yaxın çevrə tərəfindən daima o sual var idi. Cəmiyyətin təzyiqi. Sizə deyim ki, sonsuzluqların altında bizə çox təəssüflər olsun ki, cəmiyyət təzyiqi də çox önəm daşıyır. Çünki bu yeni evlənən kimi o bir şey var sualı var ha. İnandırım sizi. O bizim üçün çox adi bir şey görsədə bilər. Söz xatirinə də hətta biz oturub yaxın rəfiqəmizdən soruşa bilər ki, bir şey var, amma onun şuur altısına çox pis təsir eləyə bilər. Sanki təzyiq kimi göstərə bilər. Təzyiq niyə mane olur ki, anaya, qadına hamilə olmaq üçün? Çünki o reproduktiv orqan elə bir orqandır ki, onu tamamilə boş və relaks saxlamalıdır ki, ora düşən nütfəni qəbullənib, orada belə deyək, bir yeni hüceyrə, bir yeni körpə əmələ gətirsin. Amma o təzyiq altında olanda, yəni adi bir xəstəlik, endometrioz, divarın qalınlaşması nə deməkdir? Kişilərdən qoruyuram, kişilərə baryer çəkirəm və divarımı qalınlaşdırıram. O da psixosomatikadır. Görürsünüzmü, gəlib yenə də polikistozlar. Mən qadın olmaqdan qorxuram. Məndə kişilik testosteron daha artır. Daha çox kişilik olmaq, kişi hormonlarım daha çox artır və kişi olmağı daha çox seçirəm. Yəni bizim daxili orqanlarımız artıq müəyyən xəstəliklərlə bizə müəyyən siqnallar verir və o təzyiqdə artıq bizim belə deyək, uşaqlığımızda mütləq ki, hansısa bir şəkildə özünü göstərir. Və o həmin xanım evlərini ayıran ayı, həmin ayı hamilə qaldı. İnandırım sizə. O nə deməkdir? Sonradan belə deyək ki, danışdıranda deyir ki, mən çox rahatlaşdım və anidən heç bir şey düşünmədim, heç bir təzyiqi falan və gözləmədiyim anda artıq boş buraxmışdım hər şeyi. Gözləmədiyim bir anda hamilə qaldım. Azmı eşitmisiniz? Məsəl üçün deyiblər ki, mən çox gərgin idim, 3 il, 5 il müalicə elədim, axırda başımı buraxdım ki, Allahın ümidinə nə vaxt olur. Həmin ay və yaxud həmin ay sonrakı aylar mütləq qalırsan. Nə zaman ki, sən artıq orqanizmi boş buraxırsan, şuur altını buraxırsan taleyin ümidinə, onda artıq beyin relakslaşır, bədən relakslaşır və dərhal hamilə qalırsan. Elə ona demək istəyirdim ki, məsəl üçün əvvəllər biz çox eşidərdik ki, uzun illər valideyn ola bilmirdilər. Onlar uşaqlığa uşaq götürdülər və bir neçə ildən sonra öz övladları oldu. Biz bunu bir möcüzə kimi dəyərləndirirdik, bir lütf kimi düşünürdük. Allah səni sevindirdi. Əlbəttə ki, yəni bütün övladı verən Allahdır. Biraz da yəqin ki, bu şuuraltı rahatlaşıb ki, artıq mənim övladım var. O artıq o cəmiyyətin təzyiqi birincisi azalıb, hamı kəsilib ki, artıq övlad götürdü, saxladı. İkincisi analıq sevgisi qalxıb, oksitosin qalxıb qadında, estrogenlik qalxıb, qadınlıq hormonları artıb, uşağa sevgi verib və o uşağa sevgisinin nəticəsində atanın atalıq məsuliyyəti qalxıb. Artıq reproduktiv orqan tam hazırdır ki, sən hamiləliyə hazır olasan. 20 ildən sonra beləliklə valideyn olan bir neçə elə sizə misal deyə bilərəm ki, bəli, məhz övlad götürəndən sonra təcrübənizdə varsa bizimlə paylaşın. Bəli, bir neçə deyən dediyim kimi hekayələr var ki, məsəl üçün 6 ildən sonra, hətta 12 ildən sonra uşaq götürüblər və uşaq götürülmədən 1 il sonra həmin ana özü körpə dünyaya gətirib və eyni sevgi ilə həmişə deyirdi ki, bu mənə pay oldu. İlk uşağım sanki mənə Allahdan pay oldu ki, ikincini mənə gətirdi. Onun ayağındaydı nə isə. Amma əslində deyirsən ki, sənin şuur altındaydı, şuur altın boşaldı, təzyiqdən xilas oldu və sən artıq ikincini bədənindən istədin. Bir də bu yaxınlarda bir rəfiqəm, çox araşdıran bir rəfiqəm var. Hər şeyi araşdıran, oxuyan, dərinə gedən. O belə bir fikir dedi ki, güclü qadınlar oğlan uşağı dünyaya gətirir. Daha incə qadınlar isə qız uşaqlar dünyaya gətirir. Mən biraz skeptik yanaşdım, bahs etməyə başladım. Mən ki, yox, mən belə oxumuşam. Hətta son araşdırmalar bu ezoterik və psixoloji bilmirəm, araşdırmalar bunu deyir. Maraqlıdır. Bunun da bir psixosomatikada bir əlaqəsi varmı həqiqətən? Yəni o dediniz bayaq testosteronun güclü olan qadınlar var, daha belə zərif
qadınlar var. Bir aidiyyatı var onun da onunla bir əlaqəsi varmı? Yəni belə deyim, mən Yox. öz praktikamda elə bir şey hiss eləməmişəm ki, bəs güclü qadınlar və yaxud da zəif qadınlar, amma məsəl üçün mən onun başqa bir cümləsini Zərif deyərdim. Zərif. Bəli, zərif deyək. Tamam, mən başqa bir cümləsini eşitmişəm ki, kişiyə aid. Ki kişi nə zaman ki artıq dərk eləyir ki, belə sözümü necə ifadə eləyim ki, tam kişiyəm, tam bu ailənin məsuliyyəti mənim üstümdədir. Həm maddi, həm mənəvi cəhətdə yükü öz üstünə götürür, ailə başçısı olmağa hazır olur. O zaman onun oğul övladı dünyaya gəlir. Mən bu tərəfdən eşitmişəm, amma deyim ki, praktikada, təcrübələrdə bu araşdırılıb, bunun elmi sübutları var. Yox, elə bir şey yox. Sadəcə belə deyək də söyləntilərdir. Bir halda ki, qız və ya oğlan övladından söhbət düşdü. Məsələn, bəzi ailələr var ki, 2 qız dünyaya gəlir və ya 3 qızları dünyaya gəlir. 2-3 də mütləq bir qız dünyaya gəlir. İlla da ikincisi oğlan olmalıdır. Bunun təzyiqi də var və arxasınca da gəlir artıq tələf olunmalar, qız uşaqların tələf olunması. Bax, bununla bağlı, yəni bunun bir psixosomatika ilə bağlı bir əlaqəsi varmı? Yenə də sizə deyim ki, şüuraltımızda çox təəssüflər olsun ki, cəmiyyət olaraq hələ Azərbaycanda bu fikirlər hələ də var. Yəni düzəlməyib, hələ də burada oğlan tərəfi daha çox belə deyək də, qanuna tərəflərdən, oğlan tərəfdən, yəni belə deyək, heç vaxt qız ailəsi durub deməz ki, məsəl üçün bizim oğul nəvəmiz olsun. Adətən həmişə burada oğlan tərəfdən o təzyiq görünür və o da yenə də anaya yüklənmədir, anaya təzyiqdir. Ana baryer qurur. Hətta inanırsınız, bəzi pasientlər olur ki, neçə dəfə məhz oğlan uşağına hamilə qalır, amma məsəl üçün 8-9 həftəliyində uşaq tələf olur. Çünki ana yad belə deyək də onu həmin oğlan övladını yad cisim kimi qəbul edir və sanki elə bil orada qaynanamı, qaynatanımı və yaxud da yoldaşını cəzalandırır və bədən o oğlanı itələyir. Nə zaman ki artıq qadın öz şuuraltısı ilə şuurun eyni tərəziyə qoyur, üzləşdirir, arındırır, içindən bəzi insanları bağışlayır və o zaman artıq oğlan övladına sahib ola bilir. Demək ki, uşağın cinsiyyətini qəbul etməyi də bizim şuuraltımız seçir. Bəli, onu da şuuraltımız. Çünki nəyə görə orada biz sırf təzyiqdən asılıdır. Sevinç xanım, siz hara fırlatsaq söhbəti yenə də gəlib cəmiyyətin təzyiqi ilə üz-üzəyik. Vaginizmdə də cəmiyyətin təzyiqidir, gecana ola bilməkdə də cəmiyyətin təzyiqidir, oğlan-qız söhbətlərində də cəmiyyətin təzyiqidir. Bunlar hamısı təzyiqlərdir. Təzyiqlər də bizim beynimizi belə deyək bloklayır və bizim beynimiz avtomatik o təzyiqləri eşitməmək üçün qulağımıza kar eləyirik, beynimizi də bloklayırıq və sərhəd çəkirik o fikirlərin qırağına. Məsələn, ola bilərmi ki, ata oğlanı istəyir, ana isə qız uşağı istəyir və ana orqanizmi oğlan hüceyrəni qəbul etmir. Bəli, ola bilər. Hüceyrəni qəbul etmir və yalnız qızları qəbul eləyir, qız mayalanır. Oğlanlar isə atır, rədd edir. Yəni bu psixosomatikaya gəlir də. Bu ola bilər belə bir şey? Bəli, bu şuuraltı ilə sırf bağlıdır. O yəni öz aləmində, öz şuuraltısında kimisə cəzalandırır, nə isə cəzalandırır. Mən dediyim olmalıdır, ola bilər belə deyək. Cəzalandırılma olmasa belə. Sadəcə qız istəyirəm. Ola bilər tamamilə çox ürəkdən qız övladı istəyir və ona görə də qız dünyaya gətirir. Yalnız anan, yəni yenə şuuraltımız, baxmayaraq ki, biz deyirik ki, uşağın cinsiyyəti atadan asılıdır, düzdürmü? Amma görsə yenə də qərarı bizim qadının şuuraltısı verir ki, mən uşaq hüceyrənimi qəbul edim, yəni kişidən gələn, yoxsa ki, oğlan uşağını qəbul edim. Bunda da bizim şuuraltımız deməli 3 bacı idilər və ana ömür boyu evdə daima ana ilə atanın konflikti olub oğlan uşağı üstündə və neçə 3 bacıdan sonra neçə dənə qız övladı dünyaya gəlib, hamısı da tələf olunub məhz qardaşa görə Allah da qismət eləməyib, övlad verməyib. Və qız ailə qurur. Qız ailə quranda 3 dənə arxa-arxaya oğul övladı dünyaya gəlir. Və indi yoldaş bundan qız istəyir. Ana yenə də 4-cü hamilə qalır, yenə də oğlan. Çünki bunun şuuraltısı əvvəlcən necə proqramlaşdırıb, mənim ailəmdə buna görə söz-söhbət olub, mən mütləq oğul övladı dünyaya gətirməliyəm bu cəmiyyətdə. Dediyim kimi, yəni həqiqətən. Bəli, və məhz qadın elə bil istədiyini eləyib də. Artıq kişini orada belə deyək, qəbul eləmir. Yalnız öz beyninin istədiyini qəbul eləyib və onları da dünyaya gətirir. Yalnız oğlan hüceyrəsini qəbul edir. Bəli.
onu dünyaya gətirdi. Oradan da çox maraqlıdır qadının şüuraltısı, ümumiyyətlə insan şüuraltısı. Bir qədər kişilərin də şüuraltısına yalnız ata olmaqdan qorxmaqmı mane ola bilər? Yoxsa başqa məqamlar da var burada? Yəni deyək ki, anaya ana olmaqda, qadına ana olmaqda mane olan onlarla səbəb və onlarla qorxu var. Kişilərin qorxuları nədən ibarət olur? Yalnız məsuliyyət götürməklə mi bağlı ola Əsas bilər? Yoxsa belə deyək, ən böyük yüklü olan məsuliyyət olur atalarda. Amma ikincili səbəblər də var. Bəzi ola bilər ki, ümumiyyətlə bu ailədə sevgi yoxdur, qadına istəklə bağlı deyil. Bu ailənin ümumiyyətlə uzun ömürlü olmasını istəmir. Məsəl üçün ana evləndirib bu ailəni, tanışlıqla ailə qurublar. Yəni bu kimi səbəblər və yaxud da bəzi kişilərimizdə son dövrlər belə deyək də bu artıq var. Qadın çox yaxşı işdədir və qadının maaşı kişidən çox-çox üstündür. Və kişi düşünür ki, bu ailəni mən hara qədər idarə eləyə bilərəm? Bu qadın sona qədər məndə davam eləyəcəkmi? Bu qadının karyerası yüksəldikcə bu mənə sadiq qalıb ailəni yürüdə biləcəkmi? Bax, o kimi faktorlar da kişinin reproduktiv orqanına belə deyək də təsir eləyir. Bayaq da mən dedim ki, bu gün biz mərkəzlərə baxsaq, çox sayda sonsuzluqdan əziyyət çəkən cütlüklər var da. Məsəl üçün əvvəllər 30 il, 40 il, hətta 50 ildir bundan qabaq uşağı olmayan çox az ailələr ola bilərdi. Çox nadir ailələr ola bilərdi ki, onların uşağı olmasın. Amma indi baxsaq görürük ki, əgər bu tibbin, müasir tibbin müdaxilələri olmasa, sonsuz ailələrin sayı həddən artıq çox ola bilər. Yəni bu nə ilə bağlıdır? Bizim şuuraltımızdakı qorxular mı çoxalmağa başlayıb? Yəni sizin o baxışınızdan baxsaq, sizin o prenatal və postnatal psixologiyadan baxsaq, bu sonsuzluqların səbəbi nədə görürsüz? Bilirsiniz, əslində məsəl üçün xatırlayırsınızsa əvvəllər də uzun müddət idi. Əvvəllər məsəl üçün 2 il rahat əgər bir oğlanla bir qız ailə həyatı qururlarsa 2 il rahat gözləyirdilər ki, eybi yoxdur, bədən öyrəcək. Amma indi artıq tibb belə deyir ki, 6 ay. 6 ay ərzində əgər təbii ki, övlad istəyirlərsə, yəni düzənli cinsi münasibət varsa, 6 ay övlad sahibi ola bilmirlərsə, artıq deyirlər mütləq həkimə müraciət eləyin. Yəni vaxtı belə azaldıblar. Burada təbii ki, bir çox qıraq faktorlar var. Hal-hazırda yediyimiz, içdiyimiz ərzaqların təbii ki, tərkibi o qədər genetik modifikasiya olunub ki, ilk sonsuzluğun səbəbləri oradan götürülür. Fast food yeməklərindən və içdiyimiz bu belə deyək qazozlu enerji verən içkilərdən əsas səbəb birinci olaraq o götürülür. İkinci səbəblər isə artıq baxırlar genetik səbəblər ola bilər, hormonal disbalans ola bilər və psixoloji səbəblər ola bilər ki, onun kökü altında mütləq yatır. Nəsə var. İradə xanım, məsələn, bunun bir paradoksu olaraq da çox imkanı olmayan ailələr görürük ki, biz hətta qınayırıq onları 5, 6, 7 uşaq. Yəni və hətta biz küçədə diləndirilən uşaqlar görürük və bu ailələrə baxsaq, həmin ailənin 8-ci, 9-cu uşağıdır. Həm ana dilənir, həm uşaqları məcbur eləyir dilənməyə. Bəs bunların psixologiyasında nə var? Yəni mənə maraqlıdır. Daha çox uşaq dünyaya gətirib və daha çox maddiyyata mı bağlayırlar ki, daha çox uşaq, daha çox maddiyyat gətirir də belə çıxır ki. Əslində belə deyək, yüksək ölüm riski olan cəmiyyətlərdə, məsəl üçün siz Afrikada görə bilərsiniz. Onlarda doğuş potensialı 2 qat, 3 qat artır. Maraqlıdır. Çünki orada necədir? Ehtiyat balansı yığırlar da özünə. Onların ömürlüyü belə 35 ildən artıq sürmür. Onlar bəli çox uzun yaşayan cəmiyyət deyillər və onlar bilirlər ki, onlarda tez ölüm var görə özlərinə ehtiyat balansı yığaraq yeni körpələr dünyaya gətirirlər. Özlərinə doldururlar. Bu bir faktdır. İkinci faktdır, onlar əsasən yeni doğulmuş körpəyə gəlir mənbəyi kimi baxırlar və onlar üçün vacibdir. Dolanmaq və həyatda qalmaq üçün yeni körpə dünyaya gətirmək vacibdir. Ona görə onların şuuraltısı ancaq ürətməyə, ancaq dünyaya gətirmək üçün belə deyək işləyir. Ona görə də onlar dayanmadan dünyaya uşaq gətirirlər ki, çünki belə deyək bir xanım yolda dursun, bir də var qucağında körpəsi olan xanım. Təbii ki, insan körpəsi olana daha çox yaxınlaşıb nəsə köməklik eləmək istəyəcək. Onlarda beyin artıq o cürə formalaşıb. Bir də digər siz dediyiniz məsəl üçün baxırsan ki, ailəvi gəliri 500-600 manatdır, amma maşallah 4-5 dənə uşaq
dünyaya gətirir. Onlar isə tamam başqa cürə baxırlar. Bilirsiniz, şuuraltı o qədər qəribə işləyir ki, məsələn, bu cür ailələrdir ki, gəlirləri azdır, amma uşaq dünyaya gətirir. Sən düşünürsən, insan öz gəliri qədər düşünür və həyatı o cürə təsəvvür edir. Əgər siz düşünürsünüzsə ki, mənim oğlum bu cür yerdə təhsil almalıdır, gələcəyə bu cür işlə təmin olunmalıdır, bu cür karyerası davam eləməlidir. O öz oğlu haqqında ola bilər ki, o cür düşünməsin. O orta təhsil alsa da kifayətdir, məktəbi qutarsın, uzaq baş moykaya qoyacam, gedib işləyəcək. Nə bilim, kassada işləyəcək, evə çörək pulu gətirəcək. O da o cür yanaşır. Və yaxud da bəziləri var ki, məsəl üçün elə xanımlar var ki, baxırsan 2 otaqlı evdir. O evdə qaynana, gəlin, əlavə 2 dənə baldız və bir dənə də məsələn qayın. Amma maşallah xanımın 3 dənə uşağı var. Düşünərsən ki, heç mi düşünmür ki, bu diskomfortluğu, bu şəraitsizliyi. Baxırsan ki, yox, onun şuuraltısında nə yatır? Onun şuuraltısında seçilmək, var olmaq. Bu ailədə artıq mənim övladım var, mən daha çox hörmət olunuram. Mən daha çox dəyər veriləcəm mənim övladım olduğuna görə. Bəlkə bu ev mənə qalacaq. Və yaxud da artıq belə deyək, hərə öz məntiqi ilə cəmiyyətə baxır və bir cür düşünür. Necə biz xəyal qururuq, gələcəyimizi düşünürük. Onun da öz xəyal dünyası var və onun xəyal dünyası belə deyək, qısıtlıdır, sizin xəyal dünyanız belədir. Və bizim çox təəssüflər olsun ki, şuuraltı necə nə qədər xəyal dünyamız geniş, maarifli, daha dünya görüşlü olarsa, o qədər də bizim şuuraltımız bizi bəzi şeylərə sədd qoyur. Məhrum eləyir bizi. Bəli, ona görə bəzi şeyləri yaradır. boş verməsə, biz niyə deyirik boş ver, qulağını bağla, eşitmə. Onda şuuraltı sənə daha yaxşı reaksiyalar verəcək. Nəinki sən daha çox bilmiş, daha çox oxumuş olsan. Bəli, və biz bu gün daha çox maddiyyatın qabardığı bir dövrdə yaşayırıq. Təhsilli olsun, uğurlu olsun və bizə o zahiri uğurların sırındığı bir dövrdə yaşayırıq ki, mütləq övladım yaxşı yerdə işləməlidir, uğurlu olmalıdır, çünki özümüz mütləq yaxşı ev mükəmməliyyətçi, olmalıdır. perfeksionist və onu da övladımızdan Bu istəyirik. əslində bizim reproduktiv tərəfimizə təsir Bəli. eləyir. Bir də İradə xanım, məsəl üçün mən xanımlar tanıyıram ki, birinci dəfə ana olub, yəni çətin doğuşu olub, qeysəriyyə əməliyyatı ilə olub, ümumiyyətlə çox çətin doğuşu olub. Sonradan onda sonsuzluq başlayıb və səbəbsiz sonsuzluq başlayıb. Burada da şuuraltı işə düşüb. Bəli, burada da şuuraltı işə düşür. Çünki məsəl üçün necədir? Orda ciddi doğuş travması olub və yaxud da siz dediyiniz kimi əməliyyat travması olub və qadın artıq bir dəfə yaşadığını yaşamaq istəmir. O gözünü bağlayanda ona cəhənnəm atəşi kimi görsənir və onu yaşamamaq üçün bədən özünü bloklayır, hamiləliyə hazır olmur. Nə vaxt ki o doğuş travmasını dəf edir, doğuş qorxusunu dəf edir öz beynində, o zaman o ikinci hamiləliyə hazır olacaq. Və yaxud da bəzi qadınlar var, qoy bunu da deyim, özlərini kodlayırlar. O da kodlamadır. Mən 7 ildən bir ana oluram, mən 9 ildən bir ana oluram. Əslində elə bir şey yoxdur. Sadəcə olaraq sən beynini kodlamısan və sənin bədənin tam 7 ildən sonra hazır olacaq ki, sən ana olasan. O da beyinlə əlaqədardır, o da şuuraltı ilə bağlıdır. Aha. Bir də məsələn, mən bir ailə tanıyıram. Onlar erkən evləniblər də, yəni bir 20 yaşlarda tələbə ikən evləniblər və əlbəttə ki, maddi imkanları o deyildi. Hər iki tərəf təhsil alırdı, ana ata olmağa hazır deyildilər və valideyn olmağı biraz belə sonraya saxlamışdı. Siz demişkən 3-5 il sonraya. 3-5 il sonradan isə artıq orqanizm cavab verməməyə başladı. Yəni ana olmaq istəmədi. Yəni bunu onunla əlaqələndirmək olarmı ki, artıq o qədər imtina göndərib ki, şuuraltısına ki, ana olmaq istəmirik, hələ şəraitimiz o şərait deyil. Orada məhz sizin dediyinizdir, tamamilə düzəldir. Şuuraltına o qədər siqnal gedib ki, hələ hazır deyilik, hələ hazır deyilik və şuuraltı bədəni yatızdırıb. Bədən yatıb görə artıq ana olmaq istəyəndə belə bədən onu qəbul eləmir. Sən yenə də şuuraltı ilə işləməlisən. Artıq şuuraltını tam relaks etməlisən. Tam qavramalısan ki, mən artıq o övladı istəyirəm, yeni qonağı istəyirəm. Bədənim onu yad cisim kimi qəbul eləməsin. O zaman yenidən hamilə qala biləcəksiniz. Sizdən danışdıqca müxtəlif belə ailələr gözümün qabağına gəlir. Daha bir ailə mənim yadıma düşdü. Onların ilk övladları DCP ilə elə deyirlər, DCP ilə uşağı idi. Serebral ifliclə dünyaya gəlmişdi və sonradan hamilə olmaq qorxdular ki, ikinci bizim uşaqda belə ola bilər. Düz uşaq bir yerə gətirib çıxartdılar, bəlli bir yaşa gətirib çıxartdılar, artıq azdan çoxdan hərəkət edirdi uşaq, amma sonra hamiləlik baş tutmadı.
Burada da yəqin ki, Bəli, orada da şuuraltı qorxu ki, inandırım səni indi bizim əksər hamilə deməyim də belə deyək, ana olmağa hazırlaşan namizədlərimiz var ki, əksər qorxular nədir? İndi bilirsiniz ki, uşaqlar arasında çox autizm xəstəliyi yayılıb. Bu da həddən artıq mediada reklam olunur, belə deyək də çox qabardılır, müzakirə olunur və istənilən yeni ailə qurmuş xanımın ağlına birinci gələn odur. Doğrudur. Mən hamilə qalacağam, uşağım autizm olacaq. Və biz bununla mücadilə aparırıq ki, o qorxu səndə nədəndir? O qorxunun mərkəzinə enirik, o qorxunu aradan qaldırırıq. Ondan sonra və o qadınlar çox ağıllı qadınlardır ki, zamanında psixoloqa müraciət edirlər. Çünki bilirsiniz necədir? Şuuraltı bizim idarə edə biləcəyimiz bir şey deyil ki, biz onu özümüz idarə edək. Şuuraltı o qədər manifestlərimi deyimmi, yoxsa artıq sənin bədəninə tam rahat deyir ki, sənin övladın autizm olacaq, sənin övladın və şuuraltı bədəninə hazırlayır ki, mənim övladım autist olacaq və mən buna baxacağam və səni hazırlayır ki, sanki o övlada oturub baxasan. İstəmədən, dilin istəmədən o siqnalları beyninə o qədər yeridirsən ki, sən artıq autist uşağı qəbul etməyə hazır olursan. Ona görə o qorxunu mütləq əvvəlcədən aradan qaldırılmalısan ki, sonradan belə deyək, təmiz beyinə, boş qarnına sən hamilə qala biləsən və sağlam övlad dünyaya gətirəsən. Yəni doğrudan nə qədər çətindir bu gün ana olmaq. Yəni bilirsiniz, vaxtı ilə bu qədər sosial şəbəkələr, bu qədər məlumat alma imkanlarımız çox az idi. Hərəmizin bir kitabımız var idi. Ana olmaq haqqında 100 məsləhət, 90 məsləhət. Bunu oxuyub, yəni hərəmiz bir təhər maariflənirdik. Amma indi o qədər sosial şəbəkələr var və çox təəssüf olsun ki, informasiyaların 50% dezinformasiyadır. Yəni həqiqəti olmayan, mənbəyi olmayan, hərə əlinə bir mikrofon alır, bir canlı açır və danışır. Və insan da bilmir ki, nəyə inansın, nəyə inanmasın, hər eşitdiyini beyninə yazır. Demək ki, bu əslində bizim aldığımız bax neqativ məlumatlar. Ümumiyyətlə insan övladı neqativ məlumatlara çox meyllidir. Bəli. Yəni elmi məlumatlara, pozitiv məlumatlara almaq istəmir. Harda bir qəza baş verib, harda kiminsə başına nə iş gəlib, kim bıçaqlanıb, kim kiminlə nə edib, ancaq neqativ məlumatlar almağa meyllidir və biz də bilmirik, başa düşmürük ki, əslində bu neqativ məlumatlar bizim şuuraltımızda oturur və bizim həyatımızı çox pis sonra təsir göstərir. Bir xanım var, belə deyək, ümumi depressiyadan əziyyət çəkir və hər gün axşam efirdə gedən ailəvi verilişlər var ki, ana övladdan ayrılır, nəsə yol, ər-arvad münasibətləri. Sosial yönümlü verilişlər. Bəli, sosial. Hər gün qadın özünə sanki işgəncə verir. Oturur saat 5-dən 7-yə, 8-ə kimi o verilişlərin qabağında və belə-belə yaş tökür. Deyirəm, anam, canım, bacım, sən niyə özünə bu qədər əziyyət verirsən? Niyə bu qədər işgəncə verirsən özünə? Çünki beyin o qədər neqativə köklənib, neqativi almaq istəyir və sanki o verilişə baxaraq həzz alır, göz yaşı tökərək öz belə deyək də həzzini tamamlayır. Çox belə qəribə formalaşmış beyin strukturumuz var. Bir qədər də bu hamiləlik dövründə yaşadığımız duyğularımızla o haqqda danışaq. İndi son dövrlərdə, son illərdə artıq analar çox maariflənir. Yəni bizim analarımız kimi deyil bu günün anaları. Onlar bilirlər ki, yaşadığını birə-bir də uşaq yaşayır. Bəli. Əslində məsəl üçün əgər ana xəyanət yaşayıbsa, bir dəyərsizlik duyğusu yaşayıbsa, bilmirəm, hər nədə 100 dənə neqativ hadisə başına gələ bilər bəzən qadınların. Onları hansı formada hiss eləyə bilir uşaq? Yəni anamın başına bu gəldi deyə mi hiss eləyir? Yoxsa ki, yalnız o hormonal yüksəlişlər olur. Yəni kortizol yüksəlir. Necə hiss eləyir uşaq? 9 ay boyunca hamiləyə mümkün qədər sakit qalmağı tövsiyə edirik. Amma bu cəmiyyətdə hər şey ola bilər. Gündəlik yaşam tərzimiz, eşitdiklərimiz, gördüklərimiz, yaşadıklarımız hər şey bizə birə-bir təsir edir və bizə birə-bir təsir etdikcə bunu nə qədər istəsək də, istəməsək də körpədə yaşayır. Çünki körpə bizim ürəyimizin, döyüntülərimizin altında yerləşir və ürək döyüntülərimiz artdıqca o artışı artıq uşaq təhlükəli siqnallar kimi hiss edir ki, anamın ürək döyüntüləri niyə artdı və yaxud da niyə zəiflədi? Kortizol var, stres hormonu. O qalxdıqca uşaq qan vasitəsilə artıq ona gedir ki, anam nəsə həyəcanlıdır, anam nəsə streslidir. Ona görə mümkün qədər hamiləyə burada da əsas yük yoldaşın üzərinə düşür. Biz yoldaşla danışırıq ki, mümkün qədər yoldaşınıza hörmət eləməyə çalışın. Çünki hamiləlikdə bilirsiniz, həm hormonal disbalans olur, həm fiziki dəyişiklik olur, həm də psixoloji dəyişiklik olur. Yəni qadın hər üç tərəfdən dəyişikliyə məruz qalır. İlk
birinci hormonlar çaş-baş olur. Qadın özü başa vermir ki, məndə nə baş verir? Bir gün ağladığım şeyə sabahsı gün durub ürəkdən gülə bilirəm. Deyir, bu nədir mən görəsən düşmüşəm və yaxud da məsəl üçün paltar yuyanın işləməsinə baxır, qadını gülmək tutur. Özü də başa düşmür ki, nədəndir. Sonra fiziki dəyişikliklər baş verir. Qadının hansısa yerləri böyüyür, iriləşir, saç tökülməyə başlayır, dişlərində ağrılar başlayır və qadın artıq onun əsəbini hiss edir ki, mən niyə belə kifirləşirəm? Mən belə çirkin olsam yoldaşım məni qəbul eləyəcəkmi? Mənim burnum get-gedə yekəlir, böyüyür, saçım tökülür, saçım görəsən yenidən bərpa olacaqmı? Və bunlar bu düşüncələr qadını artıq stressə belə deyək salır və sonra da artıq psixoloji da üstünə gələndə lap belə deyək güllü çiçəkli bir buket alırıq. Ona görə də yoldaşın dəstəyi daima vacibdir. İstər o fiziki dəyişiklikdə belə bir xoş söz, məsəl üçün sənə belə köklük çox gözəl yaraşır əslində. Saçının bu cür olması səni bir ayrı cür göstərir. Bu cür xoş cümlələr də əslində kişilərə çox kiçik görsənə bilər. Amma qadına həmin dövrdə çox böyük bir şeylər vəd edir və yaxud da hansısa bir işlərdə qadına sanki kömək edilmişsiniz kimi yanaşmağınız o qadına hamiləlik vaxtında çox gözəl dəstək ola bilər. Və onda kişi də bir növ atalığa hazırlaşır. Anaya kömək elədikcə siz də psixoloji olaraq belə deyək də biz əslində deyirik ki, kişi psixoloji olaraq uşağın 1 yaşından sonra atalığını tam dərk eləməyə alır. Amma siz hamiləlik zamanından artıq qadınınızın yanında olsanız, ona dəstək versəz, siz də daha tez atalığa girmiş olacaqsınız, daha tez qavrayacaqsınız atalığa. Özdə hamiləlik və zahalıq dövrü elə bir dövrdür ki, diqqət gözləyirsən. Təkcə yoldaşından yox, yəni bütün ailə üzvlərindən, bəlkə heç ümumiyyətlə cəmiyyətdən gözləyirsən. Məsəl üçün xanım əgər avtobusa minibsə, metroya minibsə, gözləyir ki, mütləq ona yer verməlidir. O da baxın aylarla inkişaf eləyir hamısı. Gözləyir, yəni bir gözlənti içinə gedir. Artıq bir damcı qarın çıxdısa, hamilə qıraqda diqqət istəyir. Bu fərq eləmir, öz valideyn də ola bilər, qaynanası gil də ola bilər və yaxud da cəmiyyət də ola bilər. Artıq mən hamiləyəm, mənə ekstra bir hörmət olmalıdır. Suyumu qabağıma gəlməlidir. Nə bilim üşüyürəmsə kimsə üstümə nəsə atmalıdır. Mənim halım soruşulmalıdır həmişə. O özü istəmədən daxilən onu istəyir. Siz də onu verməlisiniz ki, onun tələbatını siz doldurasınız. Bir də bu səbəbsiz sonsuzluq mövzusuna qayıtmaq istəyirəm. Bəzən olur ki, ailənin övladı olmur uzun illər və cütlük boşanır. Bir başqa xanımla ailə həyatı qurur, digər başqa belə ailə həyatı qurur və heç birində də əslində bir səbəb yox idi valideyn olmamaq üçün də. Yəni səbəbsiz idi sonsuzluq. Hər ikisinin övladı olur. Bəli. Bir paradoksdur. Bu da görünən hallardandır. Orada da yenə də deməli, həmin qadınla kişinin ailəlikdə, birlikdə, dildə istəyiblər uşağı, amma şüuraltı ikisinin də altında qorxu olub. Ola bilər qadının özünə uyğun qorxular olub ki, bu ailədən ailə olacaqmı və yaxud da bir yerdə yaşamaqlar ola bilər, təzyiqlər ola bilər, kişinin maddi durumu ola bilər. Bu kimi hallar olub və qadın artıq boşanıb, doğru birini tapanda dərhal hamilə qalıb, kişi də eyni ilə doğru bir xanımı tapanda dərhal övladlar dünyaya gəlib. İradə xanım, mən başqa bir ailə tanıyıram, bir xanım tanıyıram, 2 qız övladı, 3-cü oğlan hamilə olanda həyat yoldaşının xəyanətini, yəni üstünü açdı. Elə belə xəyanət deyildi. Və xanım deyir ki, mən çox böyük psixoloji sarsıntılar keçirdim və düşünmürdüm ki, övladım sağlam dünyaya gələ bilərdi. Fikirləşirdim ki, bu qədər əsəb gərginliyinə yəqin ki, övladım mütləq bir xəstədə olacaq. Amma çox şükür ki, indi deyir, mən özüm də təəccüb edirəm ki, necə ola bilər ki, belə bir hamiləlik yaşayan ananın belə sağlam övladı olmuş ola bilər. Yəni bəzən, amma əksinə bəzən kiçik bir stressdən uşaqda müəyyən problemlər yaranır və həmən sual verir ki, psixiatrın yanına gedəndə, həkimin yanına gedəndə sizin hamiləliyiniz necə keçib? Yəni emosiyalarınız necə olub hamiləlik dövründə, nə yaşamısınız? Bəs burada necə olur? Bunun paradoksu nədir? Birinə təsir eləyir, digərinə təsir etmir yaşadıqları. Orada ola bilər ki, məsəl üçün ana atadan xəyanət görüb görə bütün fikrini övlada yönəltsin və baxın, bu əks cinsin nümayəndəsidir bunun bətnində olan və ana nə düşünür burada? Mən yoldaşımla ayrılsam belə evim başsız, kişisiz qalmayacaq. Bu oğlan mənə lazımdır gələcəkdə mənim başımın üstündə durması üçün. Ona görə bu oğlan sağlam yetişməli və sağlam böyüməlidir ailəmizin arxa dayağı olmaq üçün. Burada da yenə də deyirəm, dilimiz çox şey deyə bilər. Dilimizə biz qulaq asmırıq. Biz ancaq şuur altımızı dinləməliyik. Onun üçün onu özünüz də dinləyə bilərsiniz. Bəzən deyirəm ki, heç ona əgər psixoloqa getmək istəmirsiniz, sakit bir mühit,
Bir fonda çox sakit bir, məsələn, su səsi, bir meşə səsi qoyun. 5 dəfə dərindən nəfəs alırsınız, buraxırsınız. Əlinizi bir qarnınıza qoyursunuz və düşünürsüz. Məsəl üçün sual verirsiniz. Sən niyə hamilə qalmaq istəmirsən? Mən niyə ana ola bilmirəm? Sən niyə, məsəl üçün, övlad dünyaya gətirə bilmirsən? Bu sualları 2 dəfə, 3 dəfə özünüzə verin və bir 5 dəqiqə dayanın. Bətninizdən bir səs gələcək, illa ki gələcək. Ya səs şəklindəmi, ya hərəkət şəklindəmi, ya nəsə bir siqnal kimi və siz başa düşəcəksiniz ki, əslində buna qarşı olan nədir? Və onu duyduğunuz an o qorxu ilə işləməyin yönünü tapasınız və o qorxunu aradan qaldıracaqsınız. Məsələn, sizə görə ən yaxşı hamiləlik necə olmalıdır? Yanınıza gələn, konsultasiyaya gələn xanımlara nə məsləhət görürsüz? Necə olmalıdır ən yaxşı hamiləlik? Ən yaxşı hamiləlik hər şey maariflənməkdən başlayır. Maariflənmək, amma düzgün mənbədən maariflənmək deyirəm. Kitabdan oxuyun, düzgün, mənbəyi araşdırılmış verilişlərə baxın və öyrənin. Və öyrənin ki, sizin qulağınız digər dezinformasiya olan informasiyalara bağlı olsun qulağınız və öz bildiyinizi eləyin. İnanın ki, sizin öz bildiyiniz hamısından yaxşı olacaq və yoldaşınızla biz orada yenə də partner münasibətlərindən danışırıq ki, partner münasibəti nə qədər gözəl olsa, heç inandırın sizə adi toxunuş belə. Məsəl üçün bəzi hamiləlikdə intim münasibətlər, cinsəl münasibətlər olmur. Həkim məsəl üçün əks göstəriş bilir. Onda adi toxunuş belə, əl-ələ gəzmək belə, bir yerdə bir film izləmək belə, qucaqlaşmaq belə qadında oksitosin hormonlarını artırır və o körpəyə də istər-istəməz öz xoşbəxtlik hormonlarını körpəyə yönləndirir. Sakit, huzurlu hamiləlik keçirmək, stressdən uzaq, mümkün qədər, yenə də deyirəm, özünüz nə qədər çox bilsəniz, o qədər digər informasiyalar qəbul eləməyəsiniz və bir də bilirsiniz necə də olğunlaşmış xanımın hamiləliyi ilə hələ olğunlaşmamış bir qız uşağının hamiləliyi də fərqlidir. Çünki bir 20-25 yaşlı qız uşağı ana olanda o hələ bilmir, hamıdan belə ürkək quzular kimi hamıdan bir nəsə kömək gözləyir sanki və bilmir düzmü eləyirəm və düzmü eləmirəm. Amma 25 yaşdan sonra artıq belə deyək də IQ işə düşür, artıq intellektual ağıl yüksəlir. Onda artıq xanım daha çox sərhədlərini qoya bilir və daha çox bilir ki, mən nəyi, harda düz eləyirəm və onda daha sağlam hamiləliyi yürüdə bilir. Aha. Bir də bu hamilələrdə itirmək qorxusu olur, bir də analarda. Bu da yəqin ki, yenə də bu dezinformasiya ilə bağlıdır. Və bəzən həkimlərin nəyisə qorxuda bilər ki, hə, get bu analizi ver, bu analizi verməsən uşağında bu aşkarlana bilər. Bəzən genetik testlər var, onlar çox bahalı testlərdir. Bax, bu itirmək qorxusundan danışaq bir qədər. Bu itirmə qorxusu da, bax, yenə də deyək, yenə də fırlanıb hərənib gəlib şüur altına çatacaq. Qorxu, ümumiyyətlə bizim həyatımızı yönəldən qorxulardır. Bax, doğuşa girmirik doğuş qorxusundan, əməliyyata girmirik, əməliyyat qorxusundan, eyni ilə hamısı bilirsiniz, yenə də deyirəm, bax bu şayələrdən. Ona görə mümkün olsa efirə belə bağıra-bağıra səslənsəm deyərəm ki, xahiş eləyirəm. Hətta öz qorxulu hekayələrinizi belə başqalarına danışmayın. Zaten qorxulu hekayə deyə bir şey yoxdur. Məsəl üçün şükür Allaha doğuşunuz olub, keçib, tamam o an sancı anında ağrı çəkə bilərsiniz, amma siz ayaqdasınız, körpəniz qucaqdasınız. Xoşbəxtsinizmi? Siz bunun xoşbəxtliyini kiməsə çatdırın da. Siz niyə bunun qorxularını danışırsınız? Ona görə qulaq buna bağlamaq üçün siz özünüz öyrənməlisiniz, özünüz çalışıb mənbələrdə. Və bir də çox təəssüf olsun ki, baxın, bizdə məsəl üçün mənbələr var, doğru kitablar var, amma təcrübəsini yaşayanlar düzgün informasiya vermir görə. Biz bax o gəlib təcrübəyə çatanda biz artıq geri çəkilirik. Çünki təcrübəni düzgün yaşayanların informasiya yoxdur. Burada da yük düşür həkimlərin üstündə. Artıq ginekoloq həkimlərimiz bir zəhmət çəksinlər. Ananı hamiləliyə hazırlaşdıranda madam ki psixoloqa göndərmisiniz, onda sənin quzum doğuşu necə keçəcək? Etap-etap oturun izah eləyin. Bax bu olacaq, 10 dəqiqədən sonra bu olacaq, belə olacaq sancılar və bununla sən gələsən doğuşa. Keysəriyyədə də bu cür. Yoxsa mən ayılıram, bugün sancım gəldi, suyum gəldi. Doktor, mənim artıq suyum gəlir. O deyir, hə, rahat ol, tələsmə. Saat 2 üçün gələrsən xəstəxanaya. Mən axı saat 2-yə qədər sayır, saat 9-dur. Mən saat 2 kimi nə gözləyirəm, mən bilmirəm axı. Sən heç olmasa bunu mənə izah elə də. Bax, bu kimi məsələlər var görə hamilələr əziyyət çəkirlər. Aha. Bir də doğumdan çox qorxur. Bugün təbii doğuşdan imtina eləyən çox
tibbi göstərişi olmadan gənc analar gedirlər keysəriyyə əməliyyatı olunurlar. Buna, yəni ümumiyyətlə səbəb yenə də dediyiniz kimi dillərdə dolaşan çətin doğuş. Bəli, Və bəzən də hekayə. həkimlərin özləri də təşviq Bəzən edirlər. həkimlərin özləri təbii ki, çünki əməliyyat eləmək təbii ki, həkimə doğuşdan daha belə deyək, sərf eləyir. Öz hekayəmi danışa bilərəm. Rahat buyurun. ilk belə deyək, qız övladımdır, hamiləyəm, səhər yuxudan durmuşam və suyum gəlir. Mən zəng vurmuşam doktora ki, mənim suyum gəlir. Deyir, narahat olma, saat 2-də gələrsən. Və mən yetərincə məlumatlanmış və oxumuş bir anayam. Lakin təcrübə yoxdur, təcrübə sıfır. Və mən bilmirəm mənim nə gözləyir. Mənə iynələrmi vurulmalıdır, mənə süni sancı gətirilənlərmi, nələrsə olmalıdır. Axı bundan xəbərsizəm və bu barədə məni heç kim məlumatlandırmayıb. Mən getmişəm klinikaya, gözləyirəm, həkim gəlir, sancı yoxdur. Sənin üstündə artıq mən 4 dənə xəstəni əməliyyat eləmişəm. Sən saat 4-də hələ, sən hələ burdasan. Və artıq anaya nə deyirlər? Uşaq orada qaldı, boğuldu, göyərdi. Səndə qorxu yaranır körpənlə bağlı ki, mən nə edirəm? Mən gözləyim ki, yox, mən mütləq doğuşla dünyaya gətirməliyəm. Onda gəlin keysəriyyə eləyək. Keysəriyyə eləyir, həkim çıxıb gedir. Sonra da məlum olur ki, həkimin Amerikadan qonaqlar gəlib evə tələsirmiş. Ona görə məni tez əməliyyat. Bilirsiniz, bu sırf vicdani məsələdir. Burada həkimin öz vicdanına da yük düşür ki, sən pulamı görə eləyirsən. Bəzi xəstəxanalarda çünki keysəriyyə doğuşdan daha bahalıdır da belə deyək. Sən öz rahatlığın üçünmü bunu eləyirsən? Tez kəsdim elədim. Amma düşünmürsən ki, burada sənin qabağında bir ana yatır. Sən doğuşu tamam, o doğuşda bir damcı əziyyət çəkə bilər, biraz qorxa bilər nədənsə. Amma sonra ana daha gümrah və sağlam ana olacaq. Nəinki beli, qarın ağrısı tutmuş, uşağı götürsün, çimizdirməyi bilmir, necə eləsin, əyilsinmi, qalxsınmı. Keysəriyyədən sonra baxın, mən demirəm ki, keysəriyyə pisdir. Əgər tibbi göstəriş varsa, təbii ki, keysəriyyə qaçılmazdır. Amma bilin ki, keysəriyyədən sonra ağrılar daha uzun çəkir. Nəinki doğuşdan sonra siz tez özünüzə gəlirsiniz. Amma keysəriyyədən sonra bir müddət çəkir ki, siz özünüzə gələ biləsiniz. Ona görə düşünəndə həmişə bunun müsbətlərini, bunun mənfəətlərini bir tərəziyə qoyun, sonra qərar verin. Keysəriyyə yeri gəndə həyat qurtarır, ananın həyatını qurtarır. Təbii ki, körpənin həyatını qurtarır. Amma göstəriş varsa, yox göstəriş yoxdursa, mən sadəcə belə deyə forsumdan, ağrı çəkmək istəməyimdən və yaxud da sırf həkimin məsuliyyətsizliyindən, o zaman artıq belə deyə ananı şikəst edib qoyursunuz və o ana məsəl üçün 6 övlad dünyaya gətirmək istəyirsə, sən onu 3 ilə məhdudlaşdırırsan ki, vəsə. Bəli, bəsdir. Bəli. Bir də zahılıq depressiyası deyilən bir depressiya var. Bütünmü qadınlar zahılıq depressiyasından keçir? Demək olar ki, hər bir yeni doğan ana o depressiyanı aşağı-yuxarı faizlərdə hiss edir. Sadəcə olaraq bəzilərində çox aşağı dozda olur. Çünki bu bir yeni roldur. Sənə xanım, qız obrazından sən keçdin gəlin obrazına və gəlin obrazından bir dəfəlik obrazını dəyişdin, keçdin ana obrazına. Sən elə bir tamaşada anidən obrazlarını dəyişə-dəyişə gedirsən və girdinsə ana roluna, orada istər-istəməz bədənlə beyin biraz çaxnaşma yaşayır. Bəzi xanımlar var ki, onu çox rahat atlayırlar, rahat keçirirlər. O da hansı yenə də oxumuş, variflənmiş və vaxtında psixoloqla görüşmüş xanımlar çox rahat keçirdirlər bu dövrü. Amma bəzi qadınlar var ki, hətta psixoza qədər gedə bilər. Və çox təəssüf olsun ki, bəzi ailələrdə bu psixoz olanda yaxın çevrə bunu görmür. Yaxın çevrə anlayır, deyir ki, 40 günün gəlinisən, deyib yoxdur, başı qaçıb. Bizdə kənddə filan kəs də belə olmuşdu. Filan kəsin gəlində belə olmuşdu. Öz-özünə düzələcək. Öz-özünə düzələcək deyə bir şey yoxdur. Siz mütləq əgər bir hamilə, bir saxı xanım gözünə nəsə görsənirsə, qulağına nəsə səslər eşidirsə, öz-özünə nəsə belə deyək, danışırsa, öz-özünə səslər çıxardırsa və yaxud da uşağa yaxın getmək istəmirsə, uşaqdan qorxursa, uşağın səsi onu narahat edirsə, mütləq psixiatra müraciət edin. Burada artıq psixoloq yox, psixiatr, birinci psixiatra müraciət olunmalıdır. Sonra dəstəklə, əgər psixiatr dərman dəstəyi verirsə, onun yanında yanaşı psixoloq dəstəyi də olur. Amma məsəl üçün istənilən xanımlarda uşaq itirmə qorxusu ola bilər. Uşaq birdən qucağımdan düşər, birdən nəfəs alırmı, almırmı, onu yoxlayım, zərər vermə. O anallarda bəli, aşağı-yuxarı dərəcələrdə olur. Onlar normal qəbul edirik, onların üstünə də düşmürük. Yəni hər qadında da psixoz olmur da, təbii ki. Təbii çox ki, nadir qadınlarda olur ki, o doğumdan sonra psixoz olur və o genetik meyillilik olduğu üçünmü üzə çıxır? Bu genetik meyillilik də ola bilər. O çox ağır
travmatik hamiləliyin keçirməsi ilə də ola bilər və yaxud da qız uşağı vaxtında hansısa bir cinsiyyət zorakılıq, hansısa bir kişi zorakılığı ilə üzləşibsə, bu hamısı zaxıllıq dövründə belə deyək çiçəkləyib üzə çıxır. Çünki mən bir yerdə bir mütəxəssisdən eşitmişdim ki, bu əslində birdən-birə yaranan bir şey deyildi. Yəni bu genetikasında var idi. Bəli, psixoz elə olur adətən. Bəli, Yavaş-yavaş artıq büruzə verir. Bəli, inkişaf edib doğuşdan sonra artıq özünü büruzə verir. Amma yenə də ailə üzvləri diqqətli olmalıdır. Mütləq. Yəni yeni doğulan, yəni yeni doğum etmiş qadına qarşı, anaya qarşı diqqətli və həssas davranmaq çox Bəli, vacibdir. əgər qadın uşağı qucağına götürmək istəmirsə, məsələn qışqırır ki, mən uşağı qucağıma götürmək istəmirəm. Mən qorxuram onun nəsə ilə. Bəzən qaynanalar gətirir uşağı qucağına. Qoy iynə öyrəş. Sən də öyrəş. Belə-belə öyrəşəsən uşağa. Yox, o dərhal artıq siqnaldır sizin, çünki bu xanımı həkimə aparmalıyam. O 40 günü mütləq xanımda gözləmək lazımdır. Yenə də təzyiqlərlə üzləşdirməmək. O qədər cəmiyyət, yenə də deyirəm, biz nə qədər desək də bu düzəlməyəcək. Yeni ana olur. Bəzən görsən ki, qadında heç nə yoxdur. Normal, xoşbəxt bir anadır. Yenə də nə gəlir? Cəmiyyətin təzyiqi. Süd versənmi? Sıx baxım görüm o südün döşündə süd var. Yox, bu nədir? Ağappaq diş sarısı yoxdur ki, uşaq ondan doymayacaq. Sən uşağa su verdin, mütləq uşağa kəmşirin su verməlisən. Uşaq neçə saatdır yatır? Ay qız onu durğuzub yemək yetizdirməlisən. Uşağını yudunmu? Yuyandan sonra flan kremi çəkməlisən. Oğlan uşağıdırmı? Onun yumurtağını belə yoxla, orasını belə yoxla. O qədər ananın üstünə yüklənir ki, ana birdən-birə fikirləşir ki, mən nəyinin üzüsə qalmışam? Mən bunu bilmirəm axı. Onda mən uşaqla tək otaqda qalmayım. Mən uşağa zərər verərəm. Təbii ki, ananı o qədər qorxudurlar ki, ana artıq bilmir ki, mən uşağı zədələyərəm. Amma siz ona əksinə kömək eləmiş olsaz, əksinə o süd vermə belə yenə də oksitosin hormonla bağlı olan bir şeydir. Əgər ana, ona görə mən həmişə analara məsləhət görürəm ki, süd verəndə çəkilirsiniz bir otağa, qapını da bağlayırsınız. Orada olur körpəniz və siz, heç kim sizə mane olmur. Və siz körpənizi qidalandıra. Zaten uşağınız sizin ürək döyüntülərinizin altında böyüyüb 9 ay. Ən sakit də sizin qucağınızda olacaq. Çünki sinənizə yaxın olanda ürək döyüntüsünü eşidəcək. Və onda siz onu yedizdirə körpənizlə danışın. Mən sənə süd vermək istəyirəm balam. Mən səni südümlə böyüyəcəm və mən inanıram ki, mənim südüm sənə kifayət eləyəcək. İnanın bu sözlərlə siz artıq öz südünüzü belə deyə bol artırmış olub uşağınızı kifayət qədər yedizdirə bilərsiniz. Yəni burada da yenə də ananın və ana və övlad arasındakı o bağdır. Bağ, Bəli. düşünsək də ki, məni başa düşmür onsuz da. Bu onu hiss eləyir. Siz Səfiyanın, bax bizim ən böyük düşüncəmiz nədədir? Uşaq məni başa düşmür. Uşaq ilk 3 ayında qulaqları tam açıq şəkildə sizdən gələn siqnalları qəbul edir və ana ilə uşaq arasındakı ilk 3 il güvənli bağlanma dövrü deyirik biz ona ki, siz güvənli bağlanmanızı uşaqla qorursunuz. Nə deməkdir güvənli bağlanma? Güvənli bağlama o deməkdir ki, uşaq artıq başa düşür ki, mən güvənli bir mühitdəyəm, mən təhlükəli yerdə deyiləm, məni burada qoruyacaq, məni sevən anam var və mənim səhvlərimlə, düzlərimlə məni hər zaman dəstəkləyəcək bir anam olacaq. Məni ömür boyu bu ilk 3 il güvənli bağlanma olsa aranızda, o deməkdir ki, gələcəkdə sizin uşağınız istər yoldaş seçimində, istər iş seçimində, istər sosiallıq baxımından heç vaxt əziyyət çəkməyəcək. Məhz o 3 ilin sayəsində. Ona görə ana, biz o deyirik, məsələn, hökumət elə belə qurmayıb ki, 3 il otur analığını elə. Nəyə görə? Sən uşağınla münasibətini qur deyə. Yəni hər şey əvvəlcədən düşünülüb, biçilib, analar üçün hazırlanıb. Sadəcə olaraq indiki analar ona riayət eləmək istəmirlər. Analıq məzuniyyəti 3 ilmi? Siz tərəfdarısınız ki, ana 3 il işləməsin, uşağı ilə məşğul olsun. Tam onun tərəfdarıyım. Ola bilər, tamam, mən başa düşürəm. İndiki mühitdə ananın belə deyə öhdəlikləri daha çoxdur. Əgər evdə əlavə 2-3 uşaq da varsa, təbii ki, ananın məsuliyyəti evdə çoxdur. O zaman deyirik ki, dayə varsa köməkçi dayə də olur. Amma sən uşağınla müntəzəm məşğul olacaqsan. O dəyərli 15-20 dəqiqəni gündəlik uşağa verəcəksən. Sevgi-əskikliyi görməməlidir uşaq. Bir də analarda çox son zamanlarda günahkarlıq duyğusu çoxalıb. Məsəl üçün biz deyirik ki, ana işləməsin də 3 ilini evdə otursun, amma məcburi şəkildə işləməyə məcbur olan analar var. İndi mənə çox pis təsir edir. O bəzi analardan danışmaq istəyərdim, danışmaq istəmirəm. Bax, onlarda günahkarlıq duyğusu olur. Sonra sən demə telefon vermək olmazmı uşağına? Bilməyib, uşağına telefon verib, uşağında bəzi problemlər
problemlər, diqqət əskikliyi yaranır və gec dil açıb onunla bağlı özünü çox qınayan analar tanıyıram. Yəni bu günahkarlıq duyğusu çoxdur qadınlarda. Bəli, bəli. İndi olan olub artıq ana bilməyib telefon verib uşağına və işləməyə məcbur olub işləyib. Hər nə səbəbdənsə bu gün onun altını çəkir. Məsələn, qadın var deyir ki, hə, bax mən işə çıxmasaydım, bəlkə uşağımla münasibətin daha başqa ola bilərdi. Belə analara nə demək istəyərdiniz? Belə analar psixoloq konsultasiyası alsa yaxşı olar ki, günahkarlıq duyğusundan arınsınlar və belə deyək də, heç vaxt deməyək ki, heç vaxt gec deyil. Bundan sonra da siz uşağınız üçün nəsə eləmiş olacaqsınız və məcbur deyil ki, 3 il deyəndə məcbur deyil ki, biz 24 saat ağız-ağıza, baş-başa biz o uşaqla olaq. Yenə də dediyim kimi, evdə dayı da ola bilər, nənə də ola bilər, xala da ola bilər, amma o verimli 15-20 dəqiqə var. Ha, siz ona telefon verdiniz və yaxud da oturduq bir yerdə multfilm izlədik. Yəni bu verimli deyil. Siz onunla verimli vaxt keçirdirsiniz. Göz-gözə, qucaq-qucağa, istiliyiniz bir-birinizi hiss edə-edə söhbət eləyirsiniz, oyun oynayırsınız. Bax budur verimli ana-uşaq. Bir də bu məsələ gəlmişkən buna da toxunum. Mən məsələn analardan eşitmişəm, işləməyə məcbur olan analar, ya ki anaya, ya nənə baxıb, nənələrdən biri baxıb uşağa, ya da ki dayıya baxıb və deyir ki, heç mənə yaxın getmir. Evə gedəndə mənlə deyil, nənəsini çox istəyir və ya dayəsini çox istəyir. Və bu hala sanki sevinir biraz ki, yəni o uşaq sanki mənsizliyi yaşamır da, yəni rahat keçirir mənim olmamağımı. Yəni əslində bu belə baxıram, istəyirəm deyim ki, əslində bu normal deyil. Yəni ana ilə bağ qurmayıb, əslində ya dayə ilə bağ qurub, onun dalınca ağlayır, dayə gedir, uşaq ağlayır. Baxın, bu güvənli bağlamanın artıq pozulması. Əgər ana otaqdan çıxırsa və uşaq onun arxasıca ağlamırsa, burada bir güvənli bağlamadan söz eləyib. Bağlamanın da bir neçə növləri var da. Biz orada güvənli bağlamadan söz aça bilmərik. Ana otaqdan çıxanda mütləq uşaq ağlamalıdır. Biraz ağlayıb sonra keçməlidir. Sonra ana otağa girəndə yenidən ağlayıb, sanki sən hardaydın deyə etirazını bildirib ananı qucaqlamalıdır. Bax bu tam güvənli bağlanmadır. Tamam, əgər ana işləyirsə, o zaman nə edir uşaq? O sevgini proyeksiya eləyir ya ona baxana və yaxud da nənəyə. Bəzi uşaqlar var ki, nənəni ana kimi görürlər. Onda da nə deyirik? Yəni əgər vəziyyət belə olubsa, eybi yoxdur. Nənə elə bir o sevgini əvəz eləyibsə, tamam, nənə o güvənli bağı yaratsın. Yetər ki, uşaqda o güvənli bağ pozulmasın. Uşaq başa düşsün ki, mən güvənli yerdəyəm. Güvənli bağın pozulmasının əlamətləri nədir? Güvənli bağın pozulmasının əlamətləri məsəl üçün dediyim kimi, əgər ona baxan insan və yaxud da anadırsa, nənədirsə, otaqdan çıxırsa və uşaq heç bir reaksiya göstərmirsə və yaxud da dəhşətli dərəcədə ağlayırsa, heç cürə sakitləşdirmək olmursa, bu deməkdir ki, uşaqda güvənli bağ pozulub. Güvənli bağın pozulması uşaqda gələcəkdə nə kimi problemlər yarada bilər? Mən sevilmirəm, mən sevgiyə layiq deyiləm. Mən kimdənsə sevgi almaq üçün özümü nəsə mütləq onun üçün nəsə yaxşı şey eləməliyəm. Heç kimə yox deməməliyəm ki, məni sevsinlər. Və o asılı şəxsiyyətlərdə olur daha çox. Gedirlər kimdənsə asılanırlar. Məsəl üçün qız da deyirsən ki, çox gözəl bir ailənin qızı gedib bir elə oğlandan asılıb ki, mətəl qalırsan ki, bu oğlan bizim ailəmizə layiq deyil, amma qız dəlicəsinə sevir və yaxud da oğlan dəlicəsinə sevir. Baxın, düzgün olmayan həyat yoldaşı seçirlər. Çünki necə bağlanma forması olubsa, gələcəkdə də onu davam edir. İnsan həmişə öyrəşdiyi şey onun üçün komfort gəlir. İnsan həyatında nə isə dəyişmək onun üçün çox çətin olur. Onun üçün mücadilə etməlisən, psixoloqa getməlisən, mütaliə etməlisən, özünlə savaşıb bəzi şeyləri özündə qəbul etməlisən ki, yeni bir həyata açıq olasan. Adətən insan öz komfort alanından uzaqlaşmır. Əgər mənə bu rahatdırsa, bu güvənli bağlamada yetişmişəmsə, gedib mütləq ki, gələcəkdə də gedib elə bir qadın tapacam və yaxud da elə bir kişi tapacam. Qızıl orta nədir? Deyək ki, ana işləməyə məcburdur, səhər çıxır, axşam üstü gəlir, nənə baxır və yaxud da ki, dayıya baxır. Uşağın ana üçün çox darıxıb ağlamağı daha normaldır. Nəinki ana üçün darıxıb ağlamamağı. Düz başa düşdüm. Yəni məsəl üçün mən uşağıma işdən gəldim, yorğunam, tamam, biraz dincəldim, uşağımı qucağıma aldım. 15-20 dəqiqə onunla gözəl bir oyun oynadıq. Piramida qurduq, puzzle qurduq, şəkil rənglədik məsəl üçün və yaxud da uşağa aid 5-6 aylıq uşaqlara aid də oyunlar var. Biz onu oynadıq, sonra qucağıma aldım, uşağımı yatızdırdım və səhər mən işə gedəndə deyirəm ki, övladım, mən səni çox sevirəm, mən işə gedirəm. İşə gedim, amma axşam mən mütləq qayıdacam. Bu sözü deyib gedirsiniz. Uşağınız sizin dalınızca ağlayır. Amma 5 dəqiqədən 10 dəqiqədən sonra nənə ilə başı qarışır, artıq başı qarışır, siz gedirsiniz, ağlamağı dayanır. Siz gələndə də
sizi görür, qucağınıza qaçır, sizi qucaqlayır və burada bəli, tam güvənli bağlanmadır. Bu ən gözəl qızıl ortadır. Gəlirsiniz, yenə də deyirəm, nə qədər yorğun olduğunuza baxmayaraq uşağınızla mütləq ki, o vaxtı keçirtməlisiniz. Yəni bir də günahkarlıq duyğusu yükləməmək üçün mən bu sualları sizə verirəm işləyən analara. Qadın işləyə bilər. Bu demək deyil ki, qadın işləyirsə övladı ilə güvənli bağ olmayacaq, 100% olmayacaq. Xeyr, İşlədiyi halda bəli. övladı ilə keyfiyyətli vaxt keçirirsə, demək ki, güvənli bağ qurula bilər. Bəli. Tamam, bunu bilmək Söhbət istəyirdim və edildi. bunu ötürmək istəyirdim Bəli, analarımıza. işləyən analar o Onsuz günahkarlıq hissini çox yox, qətiyyən. Əgər siz işdən gəlib qızıl 15-20 dəqiqənizi dəyərli şəkildə, yenə də vurğulayıram, dəyərli orada nəyə görədir? Yəni bir yerdə cizgi filminə baxmaq və yaxud da elə belə uzanmaq yox da dəyərli şəkildə bir-birinizə məlumat ötürərək, göz-gözə kontakt quraraq, təmas edərək, toxunaraq dəyərli vaxt keçirsin və ən gözəli bir yerdə yatırsınızsa, uşağı yatırdırsınızsa, artıq sizin aranızda güvənli bağ yaranmışdır. İradə xanım, bizim maariflənməyə çox ehtiyacımız var. Həm anaların, həm ana olmağa hazırlaşanların, ümumiyyətlə bu sonsuzluq, səbəbsiz sonsuzluq yaşayan insanların, ümumiyyətlə analıqla bağlı bütün mövzularda, anaların da elə ataların atalıq mövzusunda maariflənməyə çox böyük ehtiyacı var. Mən bilmək istəyirəm, bax sizin də görəviniz var. Yəni təkcə pasientlərlə deyil, yanınıza gələnlərlə deyil, ümumiyyətlə insanlarda fərqindəlik yaratmaq üçün, ümumiyyətlə psixosomatikaya insanları inandırmaq üçün necəsə geniş kütləyə, daha geniş kütləyə çıxmaq lazımdır. Kimlər ki, onlar fərqində deyirlər. Yəni sizin yanınıza gələn ana artıq fərqindədir. Səbəbsiz sonsuzluğu qəbul edib gələn qadın da onun fərqindədir ki, gəlib sizin yanınıza. Amma bunun fərqində olmayanlar var. Bax, belə qadınlar üçün hansı layihələriniz, təlimləriniz, apardığınız bir maarifləndirmə işləri varmı? Biz məsəl üçün bir-iki dəfə özümüz belə deyə həkim yoldaşlarımızla səhər yeməkləri təşkil eləmişik. Orada məsələn oftalmoloq dəvət eləmişəm, ginekoloq, lor həkimi dəvət eləmişəm. Çünki anaların verə biləcəyi suallar var ki, hansı həkimlərə suallar ünvanlana bilər. Və sizə deyim ki, Azərbaycanda artıq analıq məktəbinə ehtiyac var ki, düzənli şəkildə, düzdür, bəzi klinikalarımız bunu ayda bir dəfə, 3 ayda bir dəfə belə təşkil edirlər, ümumi məlumatlandırıcı. Amma məsəl üçün düzənli şəkildə ayda bir dəfə analıq məktəbi olsa, sonsuzluqdan əziyyət çəkənlər, hamilələr və yaxud da elə zahlıq depressiyasında olan analar getsinlər. Orada yalnızca psixoloji kömək almırsan ki, orada həm ginekoloq olur, həm pediatr olur, həm məsəl üçün lor həkimi ola bilər, həm oftalmoloq ola bilər ki, sənin digər sualların var ki, məsəl üçün eşitmə testidir. Siz nə dərəcədə düzgün görürsünüz? Uşağıma eşitmə testi eləyimmi? Daban testi çıxıb. Sənin sualların var da, illa ki bəzi sualların var. İstər uşağınla bağlı, istər hamiləliklə bağlı. O kimi sualların hamısına bir seminarda, bir təlimdə cavab ala bilirsən. Nə xoş sənə. Ona görə yəni belə təlimlərə mütləq ki, Azərbaycanda ehtiyac var ki, mən çox istərdim ki, bax düzənli belə təlimlər təşkil olunsun. Heç olmasa ayda bir dəfə analar, ana olmaq istəyən şəxslər maariflənsinlər. Heç olmasa psixoloq yanına getməsələr belə, ən azından onlarda fərqindəlik yaransın. Başa düşsünlər ki, deməli məndə nəsə var ki, mənim bədənim hamiləliyi qəbul eləmir. O nədir? Onu özləri axtarıb tapsınlar. Çox sağ olun İradə xanım, çox təşəkkür edirəm. Siz doğrudan da çox həm də müqəddəs bir işlə məşğulsunuz. Çox təşəkkür edirik maraqlı söhbətiniz üçün. Əgər sizin üçün də maraqlıdırsa bizim söhbətimiz, hətta suallarınızı yaza bilərsiniz, şərhlərinizi də gözləyirik və əgər söhbətimizi bəyəndinizsə, bəyənmək düyməsində basmağı bizdən əsirgəməyin. Çünki videomuzun daha çox insanın qarşısına çıxmağına siz də vəsile olmuş olacaqsınız. Şərhlərinizi gözləyirik. Sağ olun. Növbəti videolarımızda görüşərik.